Salam, necəsiz əziz izləyicilərim, TikTok, Instagram izləyiciləri, necəsiz, yaxşısınız? Mən şükür çıxdım, bugün saat 2'də çıxdım. Ailəm gəldi, qarşıladı, dostlarım gəldi, qarşıladı. İnanın, sabahdan akşama getdim biraz kuaföre, muaföre. Özümə ancaq gəlmişəm, yəni bir 3-4 gün yayın olmayacaq. Güzel mesajlarınızı gördüm. Çok teşekkür ederim. Yolda da hamımız yaxınlaşır. Allah ne bileyim qapını açsın falan. Çok sağ olun. Yani daha doğrusu açılıb şükür. Şükür çıxdım, azadlıqdayım. İnşallah 3-4 güne bir özüme gəlim. Ailem yanımda da, ailemle, dostlarımla keçirim. Türkiye'den dostlarım gelip mən görmeye. Onlarla bir güzel gün keçirim. Ondan sonra inşallah takipte kalın Instagram ve TikTok hesabımı. Mən sizə tarixi və saati deyəcəm nə vaxt açacağımı. Amma sabah mən TikTok, Instagram hesabıma gözəl bir video paylaşacağım. Hamınızdan gözəl like və yorum gözləyirəm. Hamınızı çoxlu sevirəm. Fan səhifələrim, gözəl yazanlar, qısqananlar, çatlayın, patlayın, yeni rekorlara devam eləyəcəyik inşallah. Son bir 3-4 gün dinlənin, özümə gəlim. Çünkü inanın Allah'a 10 kilo arıqlamışam. Bütün detaylı Belizar'ın hikayesi diye açıklayacağım her şeyi. Sadece biraz sabır gözləyirəm sizden. Sabah da video paylaşacağım. O videoya kalp, yorum. Öpürəm sizi, takipte kalın.